Çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Quqasyan, Bako Saakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın 15-də davam etdirilib. Prosesdə zərər çəkmiş şəxslər dindirilib. Zərər çəkmiş şəxs Şücaət Mədətova Füzuli şəhərinin 1992-ci il mayın 16-sında Ermənistan ordusu tərəfindən raket atəşinə tutulması nəticəsində həyat yoldaşının şəhid olduğunu deyib. Zərər çəkmiş digər şəxs Akşin Ağazadə deyib ki, Ermənistan ordusunun bölmələrinin 1992-ci il martın 16-sında Hadrut istiqamətindən Füzuli rayonunun hərbi komissarlığını raketlə vurmaları nəticəsində atası və qardaşı həyatlarını itiriblər. Zərər çəkmiş Rey Qasımov vurğulayıb ki, Ağdamdan məcburən evlərindən çıxanda onlara heç bir əşyalarını götürməyə imkan verməyiblər. Zərər çəkən Bəxtiyar Ələsgərov məhkəməyə ifadə verib ki, Ermənistan Silahlı Qüvvələri 1992-ci il martın 12-sində onların yaşadıqları Ağdərənin Baş Güneypəyə kəndinə 4 tərəfdən hücum edib. Həmin vaxt onun 17 yaşı olub. Hadisə zamanı ayağından və çiynindən yaralanıb. Hücum vaxtı günahsız insanlara atəş açılıb, onlar qətlə yetirilib. Zərər çəkmiş Elşad Aslanov bildirib ki, erməni hərbçiləri onun atasını, dayılarını və digər mülki sakinləri qətlə yetiriblər. Zərər çəkən Kənan Bayramovsa deyib ki, Ermənistan Silahlı Qüvvələri 1992-ci ildən Azərbaycanın Tərtər rayonuna hücum edib. Dövlət ittihamçısı Fuad Musayevin sualına cavabda bildirilib ki, həmin hücumlarda iştirak edənlər arasında təqsirləndirilən Arayik Harutyunyanın qardaşı da olub. Kənan Bayramov diqqətə çatdırıb ki, əsirlikdən qayıdanların birinin başına kislata vurmuşdular, o çox yaşamadı. Zərər çəkən Vaqif Məhərrəmov Cəbrayılın işğalı zamanı zərər çəkdiyini qeyd edib. Digər zərər çəkmiş Elxan Mehdiyev 1992-ci ildə Ermənistan ordusunun hücumu nəticəsində qardaşının Qubadlıda şəhid olduğunu deyib. Zərər çəkmiş Osman Vəliyev qeyd edib ki, Zəngilanda baş verənlər miqyasına görə Xocalı faciəsindən kiçik olsa da dəhşətli idi. O bildirib ki, işğal zamanı dinc sakinlərə işgəncələr verilib, çoxlu sayda insan həlak olub.